پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين اللهم وفقنا في العلم والعمل الصالحين بحق محمد وآله الطيبين الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bəhsimiz cəmaat namazından idi və gəldik 386-cı məsələnin müəyyən bir qismi barəsində danışdıq ki, imama dedik ki, məmum gərək ki, tabi ola, amma bəzi məsələlərdə, məsələn, əqvallarda, sözlərdə, zikirlərdə istər vacibi zikirlər olsun, istər müstəhəb olsun, burada icazəlidir ki, imamdan qabaq keçsin, icazəlidən qeyd elədik ki, məqsəd, yəni namazı batil olmaz. Bu imamı eşidir, səsini, yoxsa eşitmir, bizim əsl mətləbimiz, yəni məsələmiz buradaydı. Sonra qeyd elədik ki, amma bir dənə istisna məsələ vardı burada, o da bundan ibarətdir ki, imamdan da təkbiratul ehramdakı imam Allahu Əkbər deyir, burada imamdan qabağa keçməsin. Burada icazəli deyil imamdan qabağa keçmək. İmamdan qabaq Allahu Əkbər deyə bilməz. Niyə üçün? Hələ imam ki, namaza daxil olmayıb, mən necə niyyət eləyərəm ki, imama iqtidə edirəm? Hələ imam namazda deyil. Ehtiyat müstəhəb bu idi ki, bəli dedi imam cümləni qutarandan sonra Allahu Əkbəri tam deyib qutarandan sonra desin və icazəlidir ki, imamı indi yeni bugünkü dərsimiz bundan ibarətdir ki, mən edə bilərəm imama iqtida edəndən sonra təşəhhüddə imam məsələn tərk eləyəm hansısa bir üzr səbəbindən, yəni təşəhhüddə özüm üçün təşəhhüd edim, daha imamla önə keçəm, tez-tez deyəm təşəhhüdümü, namazımı tamamlayam. Və yəcuzu tərkül mutabəə fi təşəhhüdil əxir li'udrin fəyəcuz, bəli, qeyd edilir ki, ağa burada, əgər üzr səbəbindən olsa, eləyə bilər ki, axırıncı təşəhhüddə, məsələn, 4-cü rəkətdir, qılırıq və yaxud da məğrib namazında 3-cü rəkətdir və yaxud da sübh namazının 2-ci rəkəti, sonuncu təşəhhüdümdür və təşəhhüddə imama tabi olmayayım, keçəm özüm üçün təşəhhüdü deyəm, onun üzrüm var. Fəyəcuzən yətəşəhhəd və yüsəlmə qabləl imam, bəli, əgər üzr olsa icazəl ki, təşəhhüdün deyə və imamdan qabaq salamıdır deyə. Kəmə la təcbü riayətuha fit təslimil vacib mutlaqa, bəli, sonra deyir ki, mütləq şəkildə təslimdə imama tabi olmaq vacib deyil. Fəyəcuzən yüsəlmə qabləl imam və yansır, eləyə bilər ki, imamdan qabaq salamı desin və namazını tamamlasın. Sonra bəli, bu dünənki məsələnin davamı idi və sonra gəlirik yeni və bugünkü məsələmizə. La yəcibu alə mən yuridu duxul fil cəmaə ən yantəzirə həttə yukəbbirə əvvələn mən huvə vasitə fi ittisalihə bil imam. Bəli, biz gəlirik Səmahat-ı Seyyid-ü Sistani ağanın fətvasında, bu önəmli məsələdir. Bəzən görürsən ki, deyirlər, mən elə qoşulmayım imama. Niyə? Məndən qabaq zərgədə olanlar imama qoşulsun, sonra mən qoşulum. İndi o sual gəlib ağıya verəndə, o deyir, vacibdir. Bir insan əgər istəyirsə, cəmaat namazı qılsın, cəmaata namazında imama qoşulsun, vacib deyir ki, gözləsin ondan öncədə olan və yaxud da onunla imam arasında vasitə olan bir şəxs var, birinci o Allahu Əkbər desin, sonra bu desin. Ən yantədirə həttə yukabbirə əvvələ mən huvə vasitə fi ittisalih bil imam kəl vaqif fi saffil mutqaddim, qeyd edədiyimiz cür, məsələn, birinci zərgədədir, mən ikinci zərgədiyəm. İmam Allah Əkbər deyəndən sonra görürsən, mənə icazəlidir ki, mən ikinci və yaxud da üçüncü
zərgədə birbaşa Allahu Ekber deyib imama qoşdum, yoxsa özümdən qabaqda olan insanı gözləməliyəm, o təkbiratul ehramı deməlidir, sonra mən təkbiratul ehram deməliyəm. Sual verəndə Seyyidə ki, bu vacibdir yoxsa yox? Ağadır, bu məsələ vacib deyil. Fəyəcuz ən yukəbirə cəmiyyən dəfətən vahidə. Eləyə bilərlər ki, hamısı bir yerdə elə desinlər ki, Allahu Ekber, bir yerdə də Allahu Ekber deyə bilərlər. Hökmən deyir ki, imamdan sonra, imamın arkasında olan biri təkbir edesin, sonra onun arkasında olan təkbir desin. Bu məsələ vacib məsələ deyil. Bəl, يجوز أن يكبر المتأخر قبل أن يكبر المتقدم إذا كان متهيئا له. بل əgər adir hətta məndən öncə mənimlə imam arasında olan, belə deyəm, mənimlə imam arasında olan şəxs ki durub indi təkbir deyəcək, hələ amma deməyib özün hazır təkbir deməyə, o deməmiş mən elə Allahu Ekber deyirəm. Və yaxud da ki 3-4-5 dənə zərgə buzundan çoxalır, arxada olan özündən öncədə olandan Allahu Ekberi demək icazəlidir. İza kəbbərəl mə'mum qabləl imam səhvən. Əgər indi imam hələ təkbiri deməyib, mə'mum bilmədən dedi Allahu Ekber, təkbir dedi. Kana salatu furada. Allahu Ekber deyəndən sonra bunun görəsən namazı cəmaat namazı hesab olunur, yoxsa tək namazı olacaq? Deyir, tək namaz olacaq. Yaxşı, tək namaz olarsa buna icazə verir şəriətimiz, namazını kəssin, yenidən imama qoşulsun. İcazəlidir? Ağdir, bəli. Və yəcuzu ləhu qat'uha və isti'nafuha cəmaətən. Bəli, eləyə bilər ki, namazı kəssin və yenidən imama qoşulsun. Namazın kəsin əslində, buna biraz da izah eləyək, bu mömin qardaş ki, imama iqtida etmək niyyəti ilə Allah Ekber demişdi, amma imam elə namaza daxil olmayıb. Namaza daxil olmaysa, deməli, sənin özün üçün tək namaz hesab olunur bu. İndi bəli, eləyə bilərsən ki, qiblədən çevriləsən, namazı pozasan, belə deyək, namazı kəsəsən və yenidən neynəsən, imama iqtida eləyəsən. وفي مشروعية العدول بها إلى النافلة مع كونه بانيا على قطعها إشكال. Yaxşı, mən eləyə bilərəm ki, bu namazımı çevirəm bir dənə müstəhəb namaza, müstəhəb namaz kimi davam eləyəm. Deyək, bu işqallıdır. Namazı kəsəm, udul eləyəm biha ilə nafiləyə. Deyək, bu yox, xeyr. Bu işqallı. Namazı kəsirəm və yaxud da məşruiyyətə udul biha ilə nafilə mə'a kavnihi baniyan alə qat'iha. Niyyət edirəm ki, mən burada saxlayıram namazımı və başlayıram nə namaz qılmaya, müstəhəb namaz qılmaya, işqallıdır. İza i'təmmə vəl imamu fir-rəkə'əti thaniyə minəs-salavatı ruba'iyyə ləziməhu ət-təxəlluf anil imam li'əda vəzifəti təşəhhüd muqtasirən. Deyir, əgər bir nəfər, İza i'təmmə, bir insan gəldi imama iqtida elədi və imam da ikinci rəkətdədir. 4 rəkəti namaz qılır imam ikinci rəkətdədir. İndi mə'mum vəzifəsi nədir? Lazımdır ki, mə'mum imamı burada neynəsin? Tabi olsun. İza i'təmmə vəl imamu fir-rəkə'əti thaniyə. Əgər mə'mum gəlib imama iqtida eləyir, imam ikinci rəkətli və 4 rəkətli namaz qılır. Ləziməhu təxəllüf anil imam li əda vəzifə. Bəli, imam gəldi ikinci rəkətdə təşəhhüdün dedi, qalxdı üçüncü rəkətə. Mən də qalxdım ikinci rəkətimə, sonra imam qalxanda fərz eləyək ki, axı, mən ikinci rəkətdə mənə vacib olur, mən təşəhhüdümü deyəm. Vacib hissəsini deyəcəm, sonra gedəcəm imama qoşulacam. Vacib hissə, təşəhhüdümün vacib hissəsini deyəcəm. Summa yəltəhiq bil imam və huvə qaim. İmam ayaq üstə olanda mən elə bir ki, təşəhhüd deyib qalxacam, davam edəcəm üçüncü rəkətə. Fə inləm yuhmiluhu lit-təsbihatı ərbəə iktəfə bil mərrəti. Əgər təsbihatı ərbəəni mən görsəm ki, imam artıq gəlib üçüncüsünü deyir, mən çatdıramayacam 3 dənə deyəm, adi bir dəfə deməklə kifayətlənsin. Və ləhiqəhu fir-ruku' əvs-sucud həsbə ma yətəyəssər ləhu. Bəli, rükuda çata bilsə, rükuda çatar.
Rüküdə çatanməsə, səcdədə çatsa, səcdədə çatacaq. Hansı formada asan olarsa, o formada imama gedib çatmalıdır. İza i'təmmə vəl-imamu qaimun və ləm yədri ənəhu fir-rəka'atil ula əv-thaniyə. İndi bir nəfər gəldi, imam namaz qılırdı məsciddə, imama iqtida elədi. Amma bilmir imam birinci rəkətdədir, yoxsa ikinci rəkətdədir. İmam ayaq üstədir. Ne bilmir, imam ayaq üstədir, birinci rəkəti qılır, yoxsa ikinci rəkəti qılır. Təsqutel qıra'anhu ki, mənim boynumdan vəzifə götürsün, qıra'a, yəni o dünən ki, bundan öncəki dərslərimizdə qeyd eləmişdir ki, məmumun bir və ikinci rəkətinin məsuliyyəti imam boyundadır, imam icra eləyir qira'anı. Əv ənəl imam fi-thalitə əvəl-rabi'a la təcib aleyhil qıra'a ki, birinci və ikinci rəkətdədir. Əgər imam bir-ikidə olsa, mənim boynumdan götürülür qira'əlimə, həmd surəni oxumayı. Yox, üçüncü və dördüncü rəkətdir, mənə vacibdir qiraət eləyəm. Deyir, bu halda vəzifəsi nədir? Fəl-əhvatu lüzumən ləhul etiyam bil-qiraəti qasdən bihəl-qurba mutlaqa. Deyir ki, ehtiyat eləyəcək bu məsələdə müqəllid, iqtidə edən şəxs. Ehtiyat lüzumu əsasına ağa buyurur ki, bəli, qiraət edəcək, amma qiraət edəndə qəsdi mütləq qurba niyyəti olacaq. İza i'təmmə vəl-imamu fir-rək'ati-thaniyə. Əgər imama iqtida edə bir insan və imamla ikinci rəkətdə ola, tüstəhəbbu mutabi'atuhu fil-qunut və təşəhhud. Müstəhəbdir ki, məmum imama iqtida edən şəxs imama tabi olsun qunutda və təşəhhudda. Vəl-əhvatu vücubən ləhut-təcəfi halət təşəhhud. Bəli, ehtiyat vacibə əsasən də təşəhhüd vaxtında təcafi formada qalsın. Məsələn, imam ikinci rəkətdə idi, mən gəldim imama iqtida elədim. İmama iqtida edəndən sonra indi imam təşəhhüd deyəcək. Bu axırıncı rəkətə də aiddir. İmam təşəhhüd deyəndə mən barmaqlarımı, dizlərimi qaldıracam yerdən, barmaqlarımın üstündə belə bu formada qalacam. Və yaxud da yəni əlini belə qoyacaq, ağa özü qeyd eləyir. Və huvə ən yədəyyədəyhi aləl-ərd. Əlini qoyacaq yerə və yərfə rəkubətəyhi anha qalilə. Biraz dizlərini yerdən qaldıracaqdı. Bu nə vaxt olacaq? Əgər imam ikinci rəkətdə ola, mən gələm ona qoşulam, mənim birinci rəkətim olur, imamın ikinci rəkəti. İmamın vəzifəsi təşəhhüd deməkdir. İmam təşəhhüd deyəndə mənim əllərimi yerə qoyub biraz dizimi qaldıracaq. La tecibu təmə'ninə aləl-mə'mumi halə qiraətil imam və lakinə əhvad istəhbabən. İmam həmd surəni oxuyur, imam təşəhhüd oxuyur, imam salam oxuyur, imam cümlələr oxuyur, bir sözlə namazı da, o ki, bir-ikidə mənim vəzifəmdir, imam vəzifəsi. Görəsən, mən elə imam namaz qılarkən, mən nəzr istəsim, hərəkət edə bilərəm. Elə nəzr gəldi, məsələn, əlimi, qolumu, bədənimi, məsələn, o ki, biz demişdik, bədən istiqrar olsun, xatırcamı, təmə'ninə olsun insanda, namaz halında. Deyir ki, ehtiyat müstəhəbdir ki, bəli, imam sənin əvəzini qiraət eləsə də biləsən, yenə də elə bir sanki özün qılırsan namazı, o cürünə bir sözlə hərəkət eləməsin bədən üzvləri. Düz deyir, vacibdir bu, mə'muma vacibdir, amma yaxşı olar ki, ehtiyat müstəhəbdir ki, imam qiraət eləyən vaxtı, həmd surəni oxuyan vaxtı təmə'ninəni əldə eləsin. İza inkəşəfə lil-mə'mum ba'dəs-salah. Əgər mə'mum namaz qılandan sonra, namazdan sonra məmum üçün aydın olur ki, iqtida etdiyim imam ədalətli deyilmiş, fasıq imiş. Sahhat salatuhu və cəmaatuhu, namaz da səhihdir, cəmaat namaz da səhihdir. Niyə ki, namazdan sonra bilir? Və iza inkəşəfə ləhu zalik fil əsna. Yox, əgər mən namazın əsnasındayam, namaz əsnasında bilsəm ki, bu fasıqdır, ədalətli deyil, bu halda nədir? Mənim namazım nədir? İnfərədə fi salati. Namazımı çevirəcəm təkliyə, tək davam edəcəm. Bu bizim cəmaat namazında aid olan hökmlər.
Amma bundan sonra isə musafirin hökmü salatul musafirdir. Yecibu alel musafir at-təqsir fis salavat-ı rubaiyyə. Bəli, bu çoxlarımıza aydındır ki, əgər bir insan yaşadığı qəsəbədən, rayondan, kənddən başqa bir yerə səfər etsə, 4 rəkətli namazlarını 2 rəkət qılacaqdır. Və huvə yuqasir alə rəkətin əvvəliyin və yüsəllim fi-thaniyə və li-təqsiri şurudun. Bəli, 2 rəkət qılacaq, yəni nə? Təşəhhüddən sonra birbaşa salam deyəcək 4 rəkətli namazlarda dahi 3 və 4-ü qılmayacaq. Və bunun özünün bir neçə şərtləri vardı. Yəni musafir, mənə musafir demək üçün, mənim musafir namazı qılmağım üçün bir neçə dənə şərtləri vardı. Şərtlərdən biri budur ki, mən şər'i məsafəni keçmək qəsdim ola. Şər'i məsafəni keçmək qəsdim ola. Bəli. Qəsdül məsafə bimənə ihraz qət'uha vələv min qeyri iradətin. Bəli, nədir? Mən qəsd eləyəm ki, bu günləri 30 kilometr, 25 kilometr yol gedəcəm. Fəizə xərəcə qeyri qasidil məsafə. Qəsdim vardı mənim. Qəsd eləmişəm ki, gedəcəm. Amma indi bir insan qəsd eləməyib, səfər qəsdindən deyir, evdən çıxıb, bu istisnadır. Deyir, məsələn, bir insanın fərz eləyək bir dənə qoçu itib, onu axtarmaya çıxıb. Hansısa bir əşyası itib, onu axtarmaya çıxıb. Deyir, yox, əgər belə olsa, qəsd eləməsə, fəizə xərəcə qeyru qasinil məsafə, li tələbə dallə, əv qarimin, və nəxvəhi, ləm yuqassər fi zihabihi. Bəli. Deyib, gəldi, dedilər ki, məsələn, filan kəsi axtarırdı. Hardadır? Dedilər, bu kətdə, məsələn, deyir ki, dedilər, getdi, məsələn, buradan gedib, fərz eləyək ki, başqa bir dənə Kufəyə. Nəcəfdən Kufəyə, dedilər, Kufədədir, getdi Kufəyə. Kufə 13 kilometrdir. Kufədən dedilər, məsələn, biraz ovri məntəqiyə. Ha, belə gəlib keçidi, gedəndə namazını qəsr qılmayacaq. O ki, itmiş bir şey ardıca gedib, axtardığı məsələn bir azə, qəsdi də məsafəni keçmək olmayıbsa bir sözlə, onun vəzifəsi namazını tam qılmaqdır, namazını qəsr qılmayacaq. Və in kanəl məcmu' məsafətən əv əziyyət. Baxmayaraq ki, məsələn, bu tikə-tikə getmişdi, gəldi, məsələn, Nəcəfdən getdi Kufəyə. Kufədən çıxdı, yavaş-yavaş getdi, çıxdı Heydəriyə. Bir də onu deyir ki, məsafədən də artıq keçmişəm ki, mən. Məsafə 22 kilometr, 22 kilometr yarımdır, 20 kilometr yarımdır, məsələn. Mən gəlmişəm, məsələn, 40 kilometr. Məsafəni keçib, və yaxud da məsafədən daha çox keçib. Amma qəstsiz gedib. Nəam, İzə qəslər məsafə bə'də zalikə. Bəli, indi ki, mən gəlib yetişdim bura. 30 kilometr gəlmişəm. Bundan sonra qəsd eləyirəm ki, mən məsafəni keçəcəm. Elə deyirəm ki, buradan gəlmişəm Heydəriyəyə qədər, buradan gedim Kərbalaya. Baxar, buradan getdim, ora 40 kilometrdir. وَلَوْ بِالتَّلْفِقِ مَعَ مَسَافَةِ الرُّجُوعِ لَزِمَهُ التَّقْصِيرُ مِنْ حِينَ الشُّرُوعِ فِيهَا. Amma deyir, bəli, o ki, bu formada getdi, gedib çıxandan sonra mən ora yetişdi. İndi bunun qayıdışı necə olacaq? Bəli, sən ki, tikə-tikə getdin, amma qayıdışı və qalandıysa, sənin qayıdışın nədir? Qəsirdir. Məsafəni keçdiyi görə qayıdışın qəsirdir. Və nə vaxtdan qəsirdir, bunu da qeyd eləyək. Oradan ki, niyyət eləyirsən Heydəriyyə məntəq qəsəbəsindən Nəcəfə gəlirəm. Qəsd eləyirsən ki, burada mən çıxıram, çıxanda ki, musafir olursan, çıxandan nədir? Sənin hökmün musafir hökmüdür. Və hakəzəl hukm fin-naimi vəl-muğma aleyh izə safərə bihima min qeyri səbiq iltifatin. Bu hökmlər həmçinin ürəyi gedən və yaxud da ki, yatan insana da aiddir. Bir insan yatıb, məsələn, maşında mənim işim çıxıb səfər eləmişəm. Bu ki, qəsd eləməmişdir səfər. Bir də onda ayılıb. Şimdi hardayam mən? 30 kilometr yol getməyəm. Deyir, elə bu hökm onlara da aiddir. Vəl məsafə nə qədər olmalıdır? Hiyə təmaniyyətə fərasıq. 8 fərsəxdir. Hər bir fərsəxdir 3 mil deyirlər. Hər mildə 4,000 diraqdır. Məsələn, 4000
əlin bu hissəsi, zira deyirik. Bəli, bunların için gətirib bir sözlə ağanın nəzərində 44 kilometrdir təqribən. 44 kilometrə yaxındır. Buna bir məsafə 22 kilometr gedir, 20 kilometrə. İnşallah onu əlbəttə incə nöqtələrində izah edəcəyik. Yətəhaqqaqu tayyul məsafə bi ənhain. Məsafənin, məsələn, şər'i məsafəni keçməyim bir neçə formada ola bilər. Ən yəsirə təmanətə fərasix müstəqimən. Ola bilər ki, bir insan birbaşa elə 8 fərsəxi gedir. Dedir 8 fərsəx nə qədərdir? 44 kilometr gedib. Ən yəsirəha qeyri-müstəqim. İkisi bu yox. Qeyri-müstəqim birbaşa getməyib. Ən yakunu seyru fi dairətin əv xattin münkəsir. Bir də ola bilər ki, mən yola çıxmışam. Yol düz yoldur, 44 kilometr getmişəm. Bir dəfə də var ki, yox, mən yola getmişəm, məsələn, kənd yollarıdır, buradan girmişəm, bəzi yollar bağlıdır, dərə-təpəli yollarla getmişəm. 3. Ən yəsirə ərbəə fərasix və yərcəm itraha. Bir dəfə də ola bilər ki, mən 4 kilometr gedişimdir, bağışda 4 fərsəx, yəni 22 kilometr gedişimdir və 22 kilometr mənim qayıdışımdır. Və fi hukmihi ma izə kanət zihabu əvər-rücu əqəl min ərbəəti fərasix. İza bələq məcmuuhuma təmanət fərasix. Bəli, həmçində əgər birdən bir insan səfər eləyə, İza kanət zihab və fi hukmihi ma izə kanət zihab əvər-rücu istər gedişi, istər gəlişi fərqilməz 4 fərsəxdən az olub. Amma gedişimdən gəlişimin hamısı bir yerdə 8 fərsəx. Məsələn, 6 kilometr getdim. 5 kilometr getmişəm, gələndə 3,5 gəlmişəm. Baxıram ki, gələndə axı 4, 3,5 fərsəxi deyir, amma burada çaşmıyor. Yəni, fərz eləyək ki, 23 kilometr, 22 kilometr deməmişdi. 21, 23, hamısı bir yerdə eləyir 44. Ağa da 44 demişdi. Bəli, ağa deyir ki, ola bilər ki, bir insan zihab, istər gedişi 4 fərsəxdən az ola, 20 kilometrdən az ola, istər gəlişi. Gedəndə 25 kilometr gedib, gələndə isə yaxın yol tapdı, məsələn, gəldi nə? 20 kilometr. 22 olmalıdır axı. Məsələn, deyir, xeyr, ağa deyir ki, xeyr. Bu olsa, hamısı bir də 8 fərsəx olsa, əhvətil əvvəla, burada hökm nədir? Deyir ki, əvvəli hökmü qəsirdir namazı. Amma daha yaxşı olar ki, həm qəsr qılsın, həm də tam qılsın. La yu'təbəru fil məsafə bəli. Ən yəkunə zihab vəl-iyab fi yevmin vahid. Bəli. O deyir ki, məsafə ki vardı ya, bu məsafədə hökman deyil ki, məsələn, şərt deyil ki, gedişi və gəlişi bir gündə baş versin. Fi yevmin vahid. فلو سافر 4 فراسخ قاصدا الرجوع وجب عليه تقصير ما لم تحصل الإقامة قاطعة للسفر ولا غيرها من قواطعه. Bəli, ağa bu məsələdə eləyə bilərəm ki, mən gecəni çıxam, məsələn, fərz eləyək saat, o biri günün saat 10-unda getmişəm, 20 kilometr getmişəm, bu izə gələndə bu birisi gündən gəlmişəm. Bu şərt deyil ki, hökman gedəsən. Gediş gəlişin bir gün içində baş verər, 2 gün içində baş verər, o gündən biraz gedəsən, bu biri gündən biraz qaydasan, bunlar şərt deyil. Əgər sən ki, qəsd edibsən, səfər qəsd edib 4 fərsəx, yəni 22 kilometr gedibsənsə, sənə vacib namazı qəsd qılasan. O vaxta qədər ki, maləm təhsul iqamə əl-qati'ə lis-səfəri və la qayrha min qavati'ihi. Bəli, o vaxta qədər ki, sən artıq gedəndən sonra niyyəti sevirəsən ki, 10 gün burada qalmış olacam, səfər niyyətini qət eləyəsən artıq, deyim mən 10-13 gün qalacam burada və ya da başqa bir səbəblər olar. Başqa səbəbləri inşallah qeyd eləmir üçün gələcək öz yerində qeyd eləyərik. Və imkanın əhvad istihbabının fi qeyri maqusdə rücu iliyəvmihi. Baxmayaraq ki, ağa deyir ki, ehtiyat müstəhbudur ki, əgər bir insan səfər eləyə və qəsd eləməyə həmin günü qaydacaq, onda həm tam qılsın, həm qəsr qılsın.
tuthbitul məsafə bil ilm və bi şəhadə adlin. Bəli. Əl-mühim məsafə ki vardır, məsafədə şərt deyir ki, gediş və gəliş bir gündə baş versin. Ehtiyat müstəb budur ki, bəli, əgər qayıdışın həmən günü qərar verməsə, qəsr və tam eləsin. Sonra gəlirik, bəli, bir dənə də məsafə məsələsində mənim məsafəyə elmim olmalıdır, elmim olmalıdır ki, həqiqətən də mən məsafəni keçmişəm. Bu elm məndə özüm əldə eləməliyəm, məsafəni ya elmdən əldə eləməliyəm, ya iki dənə ədalətli şahid mənə deməlidir ki, məsafəni keçibsən. Və xatircəm olmalıyım ki, həqiqətən də mən nədir? Məsafəni keçmişəm. Bu məsafəni keçmək ki, xatircamlıqda nədir? Gərək üqəlayı bir şey olsun. Yayılmış kimi, və bir dənə ədalət şəxsi mənə xəbər verməyi kimi, və mütləq bir dənə siqə doğru düzgün danışan bir insanı mənə xəbər verməsi. Məsələn, bilmirəm, gedmişəm bir xeylə yol, soruşuram ki, məsələn, deyirəm ki, mənim bu məntəqə Nəcəflə Kifl məntəqəsinin arasında məsafə nə qədər deyir ki, 40 kilometrdir, 35 kilometrdir. Və izə ləm tutbitil məsafə bi şeyin min hadiyə turuq vəcəbət tamam. Əgər mən məsafənin keçməyimi elmlə əldə edə bilməsəm, iki dənə ədalətli şahid mənə xəbər verməsə və məndə xatircamlıq yaranmasa və yaxud da bir ədalətli şəxs, adil şəxs mənə xəbər verməsə, onda bu halda bir sözlə bu vasitələrlə mən məsafəni özüm üçün sabit eləyə bilməsəm, mənə vacibdir namazımı neyniyəm? Tam qılam da qəsr qılmayacam. Qəsr o vaxtı qılaram ki, yəqinən yetişəm, xatircamlığım ola, mənə ədalətli bir şəxs xəbər verə və iki dənə ədalətli şahid mənə şəhadət verə və ilaxır və s. İndiki zamanımızda bəli, evdən çıxan dediğim möminlər o maşında qururlar, kilometri gedirlər, iş biraz rahatdır. Amma ola bilər ki, diqqət olunmayıb maşına, heç qurulmayıb, çıxıb, səfər eləyib və yaxud da işləmir maşında, onda vəzifəmiz nə olacaqdı? Bu dediyimiz formalarda gərək yəqin, itminan, elm, xatircamlıq əldə edə bilmədiyimiz təqdirdə, onda bizim vəzifəmi namazı qəsr ya namazı tam qılmaydı. İzə qasədəl musafiru muhəllən xassən və ətəqədə ənə məsirəhu la yəbirqul məsafə. Əgər bir səfər eləyən şəxs, bir dənə məntəqəni deyir, mən filan qəsəbəyə gedirəm və etiqad eləyək ki, ənə məsirəhul, məsələn, mən gedirəm buradan Kufəyə və mən bilirəm ki, uzr etiqad eləyəm ki, o Kufə Nəcəfin arasında şər'i məsafə yoxdur, yəni 22 kilometrə gəlib yetişmir. Əvə ənəhu şəkə fidalik, və yaxud da şək deyəm, görəsən 22 kilometr var, yoxsa yoxdur. Namazı fəətəmmə salat, namazını tam qılacaq. Sümmə inkəş və nakana məsafə, namazı tam qılıb. Sonra aydın olub ki, yox, 24 kilometriymiş Nəcəflə Kufə arası. Vəzifəsi nədir bu insanın? Vəzifəsi budur ki, namazını qəsr kimi yenidən qılmalıdır. Əadəhə qasran fīmə izə bəqiyəl vaxt. Əgər vaxt qalıbsa, yəni vaxtın daxilindədirsə, hələ, məsələn, fərz ilə zöhrəsi namazını qəsr qılıb, hələ baxır ki, şam namazına yarım saat var, bunu biləndən sonra namaza yarım saat varsa məğribin azanına, onda nə inəcəkdir? Qəsr qılmalıdır, zöhrü və əsri. Və vəcəbə aleyhi təqsir fīmə bəqi min səfər və ondan qalan səfərini də bunun vəzifəsi budur ki, neyniyə? Qəsr qıla. Və izə ətəqədə ənəhu məsafətən, əgər bu indi dediyimiz əksidir, birdən etiqad eləyə ki, şəri məsafəni keçir, deyir, mənim buradan oraya getdiyim 25 kilometrdir və namazım da vəzifəm nədir? Qəsr qılmaydı, namazını qəsr qıla. Sümmən kəşəfə xilafəhu, sonra aydın olar ki, vay, buradan cəmi 20 kilometriymiş, 25 deyilmiş. Əadəhə tamamən namazını tam qılacaqdır. Sivankana inkişaf elə vaxt, əm fi xarici vaxt. Fərq eləməz, namazı vaxtın daxilindədir. Məsələn, hələ məğrib namazına yarım saat qalıb, bəli qalıb, dur, zöhr namazını tam qıl, vaxt keçib, məğrib azanı yarım saat bundan qabaq verilib artıq. Və yətun mafi
ma bəqiyə min səfərihi. Və bundan sonra da birincidir, namazın xaricində də qəzasını yerinə yetirəcək və qalan səfərini də neynəyəcəkdi? Tam qalacaqdı. Maləm yunşu səfərən gədidən nə qədər ki, özü üçün yeni bir dənə səfər təyin etməyibsə, onda qalan səfərini də tam qalacaq. Niyə? Çünki məsafəni keçməyib. Yox, bəli, indi buradan ki, gəlib bildiyi 20-dir, indi bundan sonra istəyir ki, yenə yeni bir səfər ilə həmən yerdən, məsələn, 30 kilometr başqa yerə gedə, onda bəli, məsələ fərqli olacaqdı, gərək neyniyə yenidən niyyət elədiyinə ki, namazlarını qəsr qıla. Amma yox, istəsəydi oradan qayıtsın da ala və ya da orada qalsın bir müddət, namazlarını tam qılacaq. تحتسب المسافة من الموضع الذي يعد الشخص بعد تجاوزه مسافرا عرفا وهو آخر البلد غالبا. Məsafə gedir ya, musafirə məsafə nə vaxt hesab olunacaq məsafə musafir üçün? Məsafə hesab olunur o yerdən ki, yuaddu şəxs bə'd təcavüz. Musafir ürfən desinə ki, bu insan səfər eləyir və adətən də qalibən nədir? Və hava axırül bələddir. Elə yerdən çıxıram ki, mənim yaşadığım kəndimin axırıncı evlərindən və məyəkunu axırül həy ola bilər ki, bəzən axırıncı məhəlli ola bilsin. Əvəl məhəllə fi bə'dəl biladəl kəbirə ciddən, amma böyük şəhərlərdə isə nədir? Ola bilsin ki, və axırıncı məhəlli olsun. Axırıncı küçə də ola bilər, axırıncı məhəllə də ola bilər. O baxır, ağa deyir ki, o baxır nəyə? Yaşadığın ölkəyə, yaşadığın şəhərin özünə, ölkədə məqsəd yəni yaşadığın qəsəbənin, məntəqənin, məkanın özünə. Ola bilər balaca bir şəhərdə yaşayırsan, ola bilər böyük şəhərdə yaşayırsan. Balaca şəhərdə olsa onun hökmü ayrıdır, böyük şəhərdə olsa onun hökmü ayrıdır. İza qasda sabiyyu məsafətən, istəyirdim bunu saxlayayım, amma da 399-cu məsələ deyim, bunu da tamamlayaq. İza qasda sabiyyu məsafə thumma bələğə əsnauha qasdara fi salati. Əgər bir dənə cavan bir övlad, cavan bir 12-13 yaşlı uşaq qəsd eləyək ki, məsafə gedəcəm. Thumma bələğə, sonra həddi buluq olsa o məsafədə. Məsələn, 13 yaşı var, 14 yaşı var, hələ həddi buluq olmayıb. Niyyət elədi Kərbalaya gedirəm. Getdi məsələn, yoxdur bir məsafəyə çıxıb da 2 günü yol çıxıb. Getdi, həddi buluq oldu. Bunun vəzifəsi nədir? Sümmə bələğə əsnauha. Bəli, məsafə əsnasında əgər həddi buluğa yetirsə, qassara fi salatihi, namazını qəsr qılacaq və in kanəl baqi min səfərihi la yəbluğul məsafə. Bax, indi sualı çıxacaq ortaya, deyə bilərik ki, ağa, həddi buluq olandan sonra cəmi 10 kilometr yol gedəcək. Şəri məsafə qədər yol getməyəcək axı. Bunda necə deyib baxmayaraq ki, belədir. Üçün əvvəlcədən çıxanda bu cavan səfər niyyət eləmişdi. Həddi buluq boyuna gəlmədiyinə görə ondan səfər, yəni ondan namaz tələb olunmurdu. Amma indi ona namaz vacib olubsa, onda qəsdi məsafəni qət eləmək idi, şəri məsafəni keçmək idi. Ona görə də onun vəzifəsi namazını qəsr qılmaq idi. Baxmayaraq ki, indi hal-hazır həddi buluq olduğu vaxtdan sonra gedəcəyi məsafə cəmi 10 kilometrdir. Şəri məsafəni keçmir. Bəli, bu da bizim 399-cu məsələmiz. 4-cü məsələ inşallah gələn dərsdə xidmət üstə olarıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.